Son günlər yağan aramsız yağışlar Kür çayında suyun səviyyəsinin kəskin artması ilə müşahidə olunur. Kürdə suyun səviyyəsinin artması sakinlərin narahatlığına səbəb olub. Mütəxəssislər isə narahatlığa heç bir əsas görmür. Bu il çayda suyun artması nəticəsində çay axını sahil qayasından çıxaraq mühafizə bəndinin aşağı oturacaq hissəsinə çatıb. Son 15 ildə Kür çayının suyunun səviyyəsində kəskin artım müşahidə olunur. Bəs hazırki vəziyyət hər hansı bir təhlükədən xəbər verirmi? Sakinlər deyir ki, Kürdə suyun səviyyəsi hər gün artır. Təxminən Kürün həddi düzdür, bundan biraz yuxarı idi, amma yenə də bizdə təhlükə, çox böyük təhlükələr yarandı. Qurun suları əmələ gəldi və qurun sularının nəticəsində həyətimizdə olan bütün o yaşıllıq, çox illik ağaclar hamısı məhv oldu, getdi. Hocası var, xəstəsi var. İnsanlar tələsinə keçir ki, o hadisə baş verə bilər. Şəxsən mən yaşadığım yerdə, mən dünənləri həyəti qazanda bir metrə yarım qazmışdım, görüm su çıxdı. Ola bilər bir metrə yarım qalxar. Onda bu bəndin quru suları zinə verə bilər. Ekoloq Zabit Dadaşov deyir ki, sakinlərin narahatlığına ciddi əsas yoxdur. Yağıntı kəsiləndən sonra Kürdə suyun səviyyəsinin artması səngiyəcək. Əhalinin həyətyanı sahələrin, yəni təsərrüfatların zığ suları, zinə suları basmayıb hələ ki. Burada Kür çayında suyun sürəti həddindən artıq çoxalıb bu səviyyə ilə əlaqədir. O da dənizin səviyyəsinin aşağı düşməyi ilə əlaqəlidir ki, yəni sürət çox deyil. Gələn suyun miqdarı axır-çıxır gedir yəni burada. Küraraz çaylarında bəndlərin istismarı idarəsindən isə bildirildi ki, hazırda mühafizə bəndləri tam nəzarətdədir və hər hansı təhlükə yoxdur. Mühafizə bəndləri dağlarda olan qar ərintiləri, həmçinin düşən yağıntılar hesabına Kür çayına gələn suyu tam örtməyə malikdir və suyun səviyyəsi 2-3 metrdə qalxarsa, yenə hansı təhlükə sayılmır. Yaqub Mehdioğlu, Diana Cəlaliyev, Vüqar Qaliboğlu, Space TV, Salyan Neftçala.